Hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Demək, bugün sizin nəzərinizə mən çatdıracağım söz yaradıcılığı. Söz yaradıcılığının ard-arda izahları çəkilib YouTube kanalımıza yerləşdiriləcək. Deməli, ilk öncə kök və şəkilçini, sonra şəkilçinin növləri, sözün başlanğıc forması, eyni köklü sözlər. Bilirik ki, proqramımıza yenidən qayıdıb eyni köklü sözlər və sözün quruluşca növləri ard-arda çəkilib YouTube kanalımıza yerləşdiriləcək. Siz də baxmağı unutmayın, rəy bildirməyi unutmayın. Ola bilər test əsnasında nə isə unutmuş olaram, nə isə səhv etmiş olaram. Rəy bölməsində qeyd eləyərsiniz, mən də düzəliş etmiş olaram. Deməli, keçdik. Birinci testdə nə deyir? Kök və şəkilçi. Bir kök, iki leksik şəkilçi və bir qrammatik sxemə uyğun olan sözü tapmalıyım. Deməli, birinci sözümüz bildirkilər. Deməli, bildirkilər sözün kökü bilməkdən bildik, bildirkidir. Söz özü olur bildir, bildir, bildən bildirki hadisə, leksik şəkilçi və larlər cəm şəkilçisi, bir leksik, bir qrammatik şəkilçi oldu. Xalçaçıdır. Sözün kökü xalça, xalçadan xalçaçı, leksik şəkilçi, xalçaçıdır, deməli, şəxs xəbərli şəkilçidir. Ümumiyyətlə, leksik şəkilçi nədir? Leksik şəkilçi sözə qoşularaq yeni bir məna çalar, yeni bir leksik məna gətirir ortaya. Amma qrammatik şəkilçi sözün formasını dəyişir. Mənasında dəyişiklik baş vermir. Sonra dinləyicimiz. Sözün kökü dinlədən. Bax, çox uşaq çaşır bunda. Elə bir ki, dindən dinləməkdir. O, din olan hissə isə, kök olan hissə. Dinməyin kökü ola bilər, din. Amma dinləyicinin kökü elə dinləməkdir. Dinləməkdən dinləyici, yəni bir şəxs, insan yaratdı. Umuzdə mənsubiyyətin şəkilçisi olaraq qrammatik şəkilçidir. Qrammatik şəkilçilərimiz də hansıdır? İsimin cəm, hal, mənsubiyyət şəkilçiləri, şəxs xəbərli şəkilçisi, feilin zaman şəkilçiləri, inkarlıq şəkilçiləri, təsirflənməyən feillərin şəkili, təsirflənən feillərdən olan şəkillərin şəkilləri, feilin qrammatik məna növləridir ki, yadınızda qalsın, təsirflənən feillərdən. O, leksik şəkilçilərdir. Deməli, burada da oldu bir leksik, bir qrammatik şəkilçi. Həvəskarlar, sözün kökü həvəs, həvəsdən də həvəskar, həvəskarlar, həvəskarlar da. Deməli, burada oldu bir leksik, iki qrammatik. Deməli, yaşadan sözünə baxın. Yaşdan, yaşamaq, yaşamaqdan da yaşatmaq, yaşadan. Deməli, buradakı d, bu t-dır. Niyə o d-ya çevrildi? Çünki özündən sonra saitlə başlanan şəkilçi gəlib. Yadınızda saxlayın. Əgər sözün sonu kar samitlə bitirsə, ona qoşulan saitlə başlanan şəkilçi də ola bilər, saitlə başlanan söz də ola bilər. Avtomatik özündən əvvəlki kar samit cingiltili samitə çevrilməlidir. Bu feil an-ən feili sifətin şəkilçisi, d, yəni t, feildən feil yaradan şəkilçi, yaşdan da yaşa leksik şəkilçi. Deməli, oldu 2 leksik, 1 qrammatik, elə bizə lazım olan variant E variantıydı. Sonra qaraldırılmışdı sözünün tərkibinə görə düzgün sxemi göstərək. Sözün kökü qaradan, qaralmaq, sifətdən feil yaradan, adlardan feil yaradan şəkilçidir bu. Qaradan qaralmaq. Əgər mən leksik şəkilçini qrammatik şəkilçidən ayırmaq istəyirəmsə, avtomatik mag-məg şəkilçisini tətbiq etməliyəm. Bu ancaq feillərə şamildir. İsimlərdə biz bu mag-ı tətbiq eləyə bilmərik. Deməli, qaradan qaralmaq, qaralmaqdan qaraltmaq, yenə bayaqki bu t-dır, d-ya çevrilib. Sonra qaraldılmışdı, qrammatik mənanın şəkilçisi, sonra mışdır, mış, keçmiş zamanın şəkilçisidir, dırdır da şəxs xəbərli şəkilçidir. Oldu 3 leksik, 2 qrammatik. Oldu burada A variantı. 2-də A variantı. Deməli, 3-cü testə baxırıq. 3-cü testdə nə deyir? Deyir, tərkibinə görə təhlili baxımından biri digərlərindən fərqlənir. Deməli, qocadan, qocalmaq, qocatmaq, qocaldır. İndiki zamanın şəkilçisi. Çoxdan, çoxalmaq, çoxaltmaq, bir də çoxaltdırmaq. 3 leksik şəkilçi. Soldan, solğun,
solğunlaş, solğunlaşıb. Zaman şəkilçisi. Çağırışçılar, sözün kökü çağırdan, çağırış, çağırışçı, çağırışçılar. Sonra yaşandı, sözün kökü yaşdan, yaşamaq, yaşanmaq, yaşandı. Deməli, fərqli olan bir variantıdır. Çünki 3 leksik şəkilçi var. Kök və şəkilçilərə düzgün ayrılmış sözü müəyyən edin. Artıq buradan kök və şəkilçidən söhbət gedirsə, sözün tərkibinə görə təhlilindən söhbət getmir. Kök və şəkilçidə. Çalışmaların sözün kökü olmalıdır. Çalış, çalışma. Sonra bu düzgün ayrılmayıb. Əlvanlıq olmalıydı. Əlvan. Dəyişkən sözün kökü olmalı. Dəyiş. Sonra göstərilmiş. Göstər sözün kökü olmalıydı. Döyüşkənlik olacaq buradan döy. Çünki sözün kökü döy olmalıdır. Döy fiili. Döydən döyüş. Düzgün ayrılıb. Döyüşkən, döyüşkənlik. Y variantı 4-də. 5-ə baxırıq. 5-də nə deyir? Deyir ki, hansı bənddəki sözlərə ön şəkilçi artırmaq olmaz. Deməli, artırma elə buradan gedək. Bisavad, burada artırma baş verdi. Narazıda həmçinin. Sonra anormal, nalayiq ayrıldı, əlavə olundu. Sonra baməzə, naxoş və yaxud namərd oldu. Sonra nadinc və yaxud narahat, namünasib. Deməli, buradan A variantındakını biz ön şəkilçi artırmayacağıq. Ön şəkilçilərimiz hansıdır? Bi, na, anti, la, bir də A şəkilçisi. Bunlar ön şəkilçilərdir və alınma şəkilçilərdir. Həmçinin bəzi milli sözlər var ki, istisnadır. Çünki alınma şəkilçilər ən çox alınma sözlərinin üzərinə artırıldığı halda 3 dənə milli söz var ki, kişi, təmiz, dinc. Bunlar milli sözdür və onların da üzərinə alınma şəkilçilər əlavə oluna bilər. Hansı bənddəki sözlərdə 2 leksik şəkilçi var? Baxdıq, yoldan, yoldaş. Burada 1 leksik şəkilçi var deyən digərlərinə baxmıram. Sonra qumsallıq, qumdan, qumsal milli şəkilçidir. Liqlik, burada 2 leksik oldu. Sənətkarın, sözün kökü sənət, sənətdən də sənətkar, sənətkarın yelik halın şəkilçisidir. Döyüşkən, döy sözün kökü döyməkdən döyüş, döyüşkən leksik şəkilçi. Buradan belə düşdü. Mən onu bir səlqəyə salım belə ki, birdən elə bilərsiniz. Aha. Sonra kitabxanaçı, kitab sözün kökü xana leksik şəkilçidir, yəni alınmadı. Həmçinin çıda leksik şəkilçi, xana və çı. Gül sözün kökü güldən güldan yeni bir əşya yaratdı, güldandakı. Deməli, doğru variantım oldu, C variantı. 7-də nə deyir? Hansı bənddəki sözlərin hər birində 2 leksik şəkilçi var? Baxaq görək. Əkdən, əkin, əkinci, əkincilər. Sonra böyüklük, sözün kökü böyüdən, böyük, böyüklük. Duzsuzluqdan, duzdan, duzsuz, duzsuzluqdan. Elə 7-də nə olacaq? A variantı. Sonra baxımsızlıqdan, baxımsızlıqdan sözünün tərkibinə görə sxemi göstər. Sözün kökü baxdan, baxdan olacaq digər tərəfdən baxım, nə yaratdıq ismi? Baxımsız, baxımsızlıqdan. Oldu hansı variant? Burada hə, C variantı. Sonra 9-da nə deyir? Baxım görək. Tərkibinə görə, təhlilinə görə düzgün olanını göstərir. Dözümsüzlüyümüz. Dözdən, dözüm, nə? Sonra. Bax bu, im şəkilçisi yadınıza qalsın. İm şəkilçisi, həm də amonim şəkilçisidir. Yerinə görə leksik şəkilçisi olur, yerinə görə də qrammatik şəkilçisi, mənsubiyyətin şəkilçisi olur. Birinci şəxsin təkini şəkilçisi, mənim dəftərim. Çünki sözlərin amonimliyi olduğu kimi şəkilçilərin də amonimliyi olur. Yadınızda qalsın. Dözdən dözüm, dözümsüz, dözümsüzlük, dözümsüzlüyümüz mənsubiyyətin şəkilçisi. Deməli, nə oldu? 3 leksik, 1 qrammatik. Hardadır? 9-da 1 variantı.
Onda nə deyir? Deyir ki, aydınlaşdırdıq sözün tərkibinə görə təhlil. Sözün kökü aydın, aydınlamaqdan, aydınlamaq ifadəmiz olmadığına görə aydınlaş bütövlükdə götürülür. Aydınlaşdırmaq leksik, aydınlaşdırdı zaman şəkilçisi, keçmiş zamanı şəkilçisi, qıda, yəni biz aydınlaşdırdıq şəxs sonluğu. Deməli nə oldu? 2 leksik, 2 qrammatik. C variantı. Geyindirilmişdi sözün tərkibinə görə. Sözün kökü gey, geydən geyinmək, geyindirmək, geyindirilmək, mişdir. Keçmiş zaman və şəxs xəbərli şəkilçisi. 3 leksik, 1 qrammatik oldu D variantı. 1 qrammatik yox. 2 qrammatik. 3 leksik, 2 qrammatik. Sonra sınaqçılarımız sözünün tərkibində işlənmişdi. Sınaqçılarımız neymiş? Sınıqçılarımız. Sınmaqdan sınıq, sınıqçı, sınıqçılarımız. Deməli oldu 2 leksik, 2 qrammatik B variantı. Qabaqlayıcı tədbirlər sözünün söz birləşməsinin aslı tərəfini, yəni birinci tərəfindən söhbət gedir. Bu birinci tərəf, yəni aslı tərəf buradır. Bu da ikinci tərəf, bura əsasdır, yəni ikinci tərəf. Məndən aslı tərəfi soruşursa tərkibinə görə təhlilini, qabaqlayıcı sözün kökü qabaq, qabaqdan qabaqlamaq, qabaqlayıcı. Deməli 2 leksik şəkilçi oldu. Bu da elədi B variantı. Sonra barışdıq sözünün tərkibinə görə təhlil. Sözün kökü barış, barışdan barışdı, barışdıq. Oldu 2 leksik şəkilçi. B variantı. 2 leksik nə idi? Qrammatik. Açıqcasına zərfinin tərkibinə görə düzgün sxemi göstərir. Sözün kökü açdan, açıq, açıqcasına. Çünki casına, cəsinə zərf düzəldən şəkilçidir. Deməli doğru variant oldu 15-də Y. Bivəfalıqdan sözünün tərkibindəki ardıcıllıqla işlənmişdir. Deməli bi ön şəkilçidir. Vəfa, vəfadan vəfalıqdan. Deməli oldu 1 leksik. Hardadır? 1 leksik. Sonra kök. Sonra 1 leksik yenidən və 1 qrammatik. Oldu C variantı. 16-da C. 17-yə baxırıq. Sxemə uyğun olan sözü müəyyənləşdir. Deməli, bu əgər önündə leksik şəkilçi veribsə, o mütləq orada ön şəkilçi iştirak etmiş olur. Ovçuluq sözünə baxmıram. Mərdlik sözünə də baxmıram. Baxıram digər 2 variantı. Deməli, bivəfalıqdan. Bivəfalıqdan. Sonra baməzə. Bunu da silirəm. Niyə? Çünki leksik şəkilçi olmalıdır bir dənə də. İnsaflıq. Elə Y variantı. Niyə bunu götürmədim? Çünki gərək burada bir dənə də qrammatik şəkilçi olmuş olsun. Y variantı. Sonra 18-də baxışlarımızdan. Sözün kökü bax. Baxdan baxış. Baxışlarımızdan. Nə oldu? Kök, 1 leksik, 3 qrammatik. Kök, 1 leksik, 3 qrammatik. 18-də oldu B variantı. 19-da nə deyir? Deyir, sxemə uyğun kök, 2 leksik, 1 qrammatik sxeminə uyğun sözü müəyyənləşdir. Deməli, buxarlandı. Sözün kökü buxar, buxarlamaq. Buxarlamaq ifadəmiz olmadığına görə buxarlanmaq. Sonra keçdi D. D da keçmiş zamanı şəkilçisi. Bu uyğun gəlmədi. Sonra digərinə baxaq. Maraqlandıq. Sözün kökü maraq. Maraqlamaq ifadəmiz olmadığına görə maraqlanmaq. Maraqlandı. Keçmiş zaman maraqlandıq. Şəxs sonluğu. Yəni qrammatik şəkildə. Bu da uyğun gəlmədi. Qanatlandılar. Sözün kökü qanat. Qanatlamaq ifadəmiz olmadığına görə qanatlanmaq. Qanatlandı. Qrammatik şəkilçilər də şəxs sonluğu olmuş olur. Qanatlandılar. Sonra ayaqlandı. Sözün kökü ayaq. Ayaqdan ayaqlamaq. Ayaqlandı. Bax bu
Bu ayaqlandı sözündən biraz ehtiyatlı olun. Çünki bunu iki mənada verə bilərlər. O cümlə daxilində də verə bilərlər onu. Məsələn, verə bilərlər ki, xalq nümayiş üçün ayaqlandı, yəni qalxdı ayağa. Bir də deyirəm ki, torpaq ayaqlandı. Torpaq ayaqlandı olanda, bax bu tip, yəni iki leksik bir qrammatiklə təhlil etmək olur. Çünki torpaq ayaqlana bilər də. Amma cümlə daxilində məsələn versə ki, xalq nümayişə ayaqlandı, nümayişə qalxdı, yəni mənasında, onda olacaq bir dənə leksik. Ayaqdan ayaqlanmaq, ayaqlandı. Belə şeylərdə ehtiyatlı olun. Baxın da cümlə kontekstində necə verir. Sonra doğru variant oldu, D variantı. Hallandı sözün kökü. Haldan hallanmaq, hallandı. Sonra digər tərəfdən zərərsizləşdirdik sözünün tərkibinə görə. Zərər sözün kökü, zərərsiz, zərərsizləşmək, zərərsizləşdirmək, zərərsizləşdi. Keçmiş zamanda, yəni qrammatik şəkilçi, zərərsizləşdik, biz zərərsizləşdik, yəni oldu şəxs sonluğu. Deməli 3 leksik, hardadır? 3 leksik, 2 qrammatik, D variantı. Sonra vətəndaşlarımızın sözünün tərkibinə görə işlənmiş, sözünün tərkibində işlənmişdir. Vətən, vətəndaş, vətəndaşlıq, ın. Oldu 2 leksik, yəni 2 leksik qrammatik, A variantı. Boyaqçılıq, boyaqçılar. Sözün kökü boyadan, boyaq, boyaqçı, boyaqçılar. Deməli oldu burada 2 leksik, 2 leksik bir qrammatik şəkilçi. Hardadır? Hə, D variantında. Sonra müstəqilliyimizdən sözünün tərkibində işlənmişdir. Müstəqil, müstəqil, müstəqillik, müstəqilliyi, müstəqilliyimiz, qrammatik şəkilçi, yəni mənsubiyyətin şəkilçisi, dandən, çıxışlı hal, yəni qrammatik şəkilçidir. Oldu bir leksik, 2 qrammatik. Bir leksik, 2 qrammatik. 23-dədir. 24-də baxırıq. Deyir ki, sənətkarlarımızdan sözün tərkibində işlənmişdir. Sözün kökü sənət, sənətdən sənətkar, leksik şəkilçidir. Sonra sənətkarlar, qrammatikdir, cəm şəkilçisi olaraq. Imız mənsubiyyə şəkilçisi olaraq qrammatikdir. Dan da çıxışlı halın şəkilçisidir. Oldu nə? 1 leksik, 3 qrammatik. C variantı. 25-də nə deyir? Deyir, xəbər şəklində olan gözlədim sözünün tərkibində işlənmişdir. Xəbər şəklində olan. Biri var, bu gözlətmək mənasında da ola bilər. Biri də var, gözlədim, yəni feilin xəbər şəklində. Keçmiş zamanın şəkilçisi kimi deyir, bunu nəzərə aldı, dudu. Deməli, gözdən, gözləmək, gözlədi feilin keçmiş zamanında. Bir də gözlədim, mən gözlədim şəxs sonluğu. Oldu nə? 1 leksik, 2 qrammatik. Bu da oldu D variantı. Sonra güləşçilərin sözün tərkibinə görə düzgün sxem. Sözün kökü güləş, güləşdən də güləş, güləşçi, güləşçilər, güləşçilərin. Oldu hansı variant? 1 leksik, 2 qrammatik. 1 leksik, Y variantı. Ruhlanmışdır. Sözün kökü ruh, ruhlamaq ifadəmiz olmadan ruhlanmaq, ruhlanmış, keçmiş zamandır, da şəxs xəbərlik şəkilçisidir. Oldu nə? 1 leksik, 2 qrammatik, D variantı. 28-də. Deyir ki, dincəlmisiniz. Sözünün kökünü, tərkibinə görə təhlilinə baxın. Dincəlmisiniz. Baxaq gör, sözün kökü dincdən dincəlmək, dincəlmiş, keçmiş zaman, sınız, şəxs sonluğudur. Siz dincəlmisiniz. Deməli oldu 1 leksik, 2 qrammatik. Böyüklərimizdən sözünün tərkibində işlənmişdir. Böyükdən, böyük, böyüklər, cəm şəkilçimiz, imiz, mənsubiyyət, dandən, çıxışlı hal, qrammatik şəkilçi. Oldu 1 leksik, 3 qrammatik. Sonra 29-da
30-a baxaq. 30-da nə istəyir məndən? Deyir ki, kök 3 leksik 1 qrammatik sxeminə uyğun olan sözü müəyyənləşdir. İnamsızlıqdan, inam sözün kökü, inamsız leksik, inamsızlıq leksik, dan çıxışı xalın şəkilçisi. Mərhəmətlik, mərhəmət sözün kökü, mərhəmətlik leksik, mərhəmətliyik, biz mərhəmətliyik, bir leksik, bir qrammatik. Yoldaşlarımızdan sözün kökü yol, yoldan yoldaşlarımız qrammatik. Mədəniyyətimiz sözün kökü mədəniyyət imiz. Bir leksik, bir qrammatik şəkilçi. Sözün kökü mədənidir. Burada mədəniyyət. Sonra gəldik buradan bağlanışdır. Sözün kökü bağdan, bağlamaq, bağlanmaq, bağlanışdır. Şəxs sonluğu oldu. 3 leksik, bir qrammatik, elə Y variantı. Maraqlandıracaqsan sözün maraq, maraqdan maraqlanmaq, maraqlandırmaq, acaq zaman şəkilçisi olaraq qrammatik şəkilçidir. San da şəxs sonluqda, ikinci şəxsin təki. Maraqlandıracaqsan. Deməli oldu nə? 2 leksik, 2 qrammatik. Bu da oldu 31-də D variantı. 32-yə baxırıq. Deyir ki, bildirilmişdir sözünün tərkibində işlənmişdir. Tərkibinə baxaq görə, baxaq. Deməli, bilməkdən, bildirmək, bildirilmək, bildirilmişdir. Deməli, 2 leksik, 2 qrammatik. Yaşatmaq sözünün tərkibində işlətmişdir. Yaşdan yaşamaq, yaşatmaq, bir də maq-mək məslərin şəkili. Deməli, oldu 2 leksik, 1 qrammatik. 34-də baxaq deyir, kökü baxımından biri digərlərindən fərqlənir. Burada artıq bizdən kökünü soruşur. Baxaq görək, böyükdən böyük, bələnməkdən bələk, düşünməkdən düşüncə, sonra əylənməkdən əyləncə, gödəkcə, bu sadə sözdür, gödəkcə. Digərlərində kök və şəkilçi olduğu halda, bu isə bir kökdən ibarətdir, gödəkcə. Yəni, insanın əyninə giyindiyi paltar. Sonra, kökü baxımından biri digərlərindən fərqlənir. Yeni həmçinin digərlərindən fərqlənəni soruşursa bizdə. Ağardıcı, sözün kökü ağdan, ağarmaq, ağartmaq, ağardıcı. Sonra, salam, salamlamaq, salamlaşmaq. Dənizdən, dənizçi, dənizçilik. Bostan, bostancı, bostancılıq. Sonra, nəcabətdir, nəcabətdir. Deməli, kökü baxımından soruşursa, salam isimdir. Dəniz də həmçinin isimdir. Nəcabət də isimdir. Bostan da isimdir. Ancaq 35-də A kökü sifətdir. 36-ya baxırıq. 36-da deyir ki, cilovlanacaqdır sözünün tərkibinə görə təhlili. Deməli, sözün kökü cilov, cilovlamaq, cilovlanmaq, cilovlanacaqdır. Deməli, oldu 2 leksi, 2 qrammatik şəkilçi. Deməli, oldu B variantı. Söndürülmüşdür. Sözünün tərkibinə görə təhlini sönməkdən söndürmək, söndürülmək, söndürmüşdür. Oldu 37-də 2 leksik, yine 2 qrammatik. Hardadır bu? Y variantında. Deməli, 38-ə baxırıq. Azğınlaşmışdır sözünün kökü hansı nitq hissəsinə aiddir? Sözün kökü azmaqdan, azğın, azğınlaşmışdır. Deməli, bunun kökü olacaq hansı nitq hissəsi? Feil. Çünkiğın,ğın,ğın,ğın şəkilçisi 4 variant şəkilçi olaraq. Feildən sifət yaradan şəkilçidir. Azmaqdan azğın sifət yaradıb. Necə? Sonra bezdirmişdir sözünün kökü hansı nitq hissəsidir? Bezmək,
bezdirmək. Bunu düzgün eləyək ki, səlqəli çıxsın. Bezdən, bezdirmək, bezdirmişdir. Bezmək oldu bunun kökü feil. 39-da düzgün cavab B variantı. 40. 40-da nə istəyir məndən? 40-da deyir ki, kök və qrammatik şəkilçidən ibarət olan sözlərin müəyyən edin. Kök və qrammatik şəkilçidən ibarət. Görüşər. Görməkdən görüş, görüşər. Bu leksik və qrammatikdən ibarətdir. Bağladı. Bağdan bağlamaq, bağladı. Sonra yarış, sözün kökü, yarışdı, qrammatik şəkilçidir. Böyük ehtimalla doğru cavab budur. Hələ ki, baxaq. Gözdən, gözləmək, gözləyir. İşdən, işləmək, işləyir. Bəzən uşaqlar bu yeri gəlmişkən deyim. Bax, bu y samiti bitişdirici samitdir. Y-nı-sı. Bəzən çaşırlar ki, bu bilmirlər bu y samitini. Özündən əvvəlki hecia, daha doğrusu şəkilçinin içərisinə qatsınlar, yoxsa özündən sonra gələn şəkilçiyə. Bu heç bir şey, məsələn, şəkilçilərin leksikliyini, qrammatikliyini müəyyən etmir. Sadəcə onun funksiyası odur ki, bitişdirici samit. Nə zaman əlavə olunur bitişdirici samit? Adından bilindiyi kimi. Əgər sözdə iki saitlə başlanan şəkilçi bir-birinə qoşulmalıdırsa, mütləq orada bitişdirici samit mütləq daxil olmalıdır ki, sözdə mənaçaları düzgün əmələ gəlsin. Yəni, bunu qrammatik şəkilçinin daxilində də götürsəniz olar, leksik şəkilçinin daxilində də götürsəniz olar. Heç bir fərqi yoxdur. Deməli, hamısında oldu bir leksik, bir qrammatik olduğu halda C variantında bir kök və bir qrammatik şəkilçidən ibarət oldu. Sonra digərinə baxırıq. Deyir, kök və qrammatik şəkilçidən ibarət olan cərgəni göstər. Ötüşər. Ötməkdən, ötüşmək, ötüşər. Yağdan, yağlamaq, yağladı. Alışdı. Alışdı, alışmaqdan alışdı. Sonra digərinə baxırıq. D variantına. D variantına nədir? Ağdan, ağarmaq, ağardı. Bir leksik, bir qrammatik. Qaralacaq. Qaralacaq. Qaradan, qaralmaq, qaralmaq. Qaralacaq. Deməli, bir leksik, bir qrammatik. Deməli, oldu doğru variant C variantı. Çünki bir kökdən, bir qrammatik şəkilçidən ibarətdir. Sonra, qurğudakılardan sözünün tərkibinə görə düzgün sxemi müəyyənləşdir. Deməli, baxaq görək. Qurğudakılar. Sözün kökü qurdan, qurğu, qurğudakı, qurğudakılardan. Deməli, bu oldu hansı variant? 2 leksik, 2 qrammatik. Elə A variantı. Bağçadakılardan sözünün tərkibində işlənmişdir. Bağdan, bağça, bağçadakılardan. 2 leksik, 2 qrammatik. 2 leksik, 2 qrammatik. D variantı. Sıra. 44-də nə deyir? 44-də deyir ki, nümunədəki arzular sözlərinin tərkibində işlənib. Baxın. Can evimə sığmayan arzular. Burada nə? Arzular. Bir də bu dünyada neçə dünya arzular. Bu da arzudan, arzulamaq, arzular. Deməli, birinci isimdir. Digəri feildir. Bu tipli testlərdə biraz ehtiyatlı olun. Mənə deyir ki, sözlərin tərkibində işlənmişdir. Sözlərin tərkibində işlənmişdir. Bir baxaq görək. 2 qrammatik şəkilçi. Xeyr, bu birinci arzularda bir dənə qrammatik şəkilçi işlənib. İkincidə də 2 qrammatik şəkilçi işlənməyib. Bir leksik, bir qrammatik. Deməli, bir qrammatik şəkilçi, 2 leksik şəkilçi. İkinci sözdə 2 leksik yox, bir leksik şəkilçidir. Bir leksik, birinci sözdə bir leksik şəkilçi yoxdur. Heç buna baxmayaq. Bir leksik, bir qrammatik şəkilçi. Xeyr, bu da səhvdir. Y variantına baxaq görək. Bir qrammatik şəkilçi, bəli.
İkincidə bir leksik, bir qrammatik. Bəli. Elə oldu 44-də E variantı. 45-ə baxırıq. Deyir ki, nümunədəki gələcək sözlərinin tərkibində işlənib. Bizim gələcək, yaxşı gələcək. Bizim gələcək, gəldən gələcək nə? Yaxşı gələcək. Gələcək zamanı şəkilçisi. Mən bunu niyə leksik götürdüm ki? Birincisi, feildən sifət, bu da gələcək sözü də amonim şəkilçidir. Yerinə görə isim yaradır. Gəldən gələcək nə? İkinci isə gələcək zaman məzmunu daşıyan şəkilçidir, qrammatik şəkilçidir. Deməli, baxaq görək 45-də baxaq. Bir leksik, bir qrammatik şəkilçidir, güya ki birinci söz. Xeyr, bir leksik, bir qrammatik. Baxaq görək hansı variantdadır. Elə deyə D variantında. Çünki birinci sözdə bir leksik şəkilçi var. İkinci sözdə bir qrammatik D variantı. Sonra sürücülərdən sözünün tərkibində işlənmiş. Sür sözün kökü, sürdən sürücü, sürücülərdən oldu nə? Bir leksik, iki qrammatik. Elə 46-da bu. 47-də yırtıcılardan sözünün tərkibində işlənmişdi. Yırtmaqdan, yırtıcı, yırtıcılardan. Deməli oldu nə? Bir leksik, iki qrammatik şəkilçi. Bu da oldu. Baxım görüm hansındadır? B variantında. Sonra dayaksızdır sözünün tərkibində işlənmişdir. Dayaksız. Dayamaqdan, dayak, dayaksızdır. Çünki dayaq sözünü bir yerə dayanasan ki, dayaq ola sənin üçün. Dayamaqdır sözün kökü. 48-də. Deməli, oldu nə? 2 leksik, bir qrammatik. Bu da hansı variantdadır? Y variantında. Sonra sxeminə uyğundur. Ürəkləndi. Sözün kökü ürək, ürəkləmək ifadəmiz olmadığına görə ürəklənmək, ürəkləndi. Səsləndi. Səsdən, səsləmək, səslənmək, səslədi. Sonra həvəsləndi. Həvəsdən, həvəslənmək, həvəsləndi. Sonra fərəhləndi. Sözün kökü fərəh, fərəhlənmək, fərəhləndi. Yoxlandı. Yoxlamaqdan, yoxlanmaq. Bu dadır. Hansı variant oldu? B variantı. 50-yə baxırıq. Deyir ki, sxemə uyğun olan sözü müəyyənləşdir. Sxemə uyğun olan söz soruşursa, baxaq. Qanatlandı. Sözün kökü qanat, qanatlanmaq, qanatlandı. Bir leksik, bir qrammatik oldu. Yollandı. Yoldan, yollamaq, yollanmaq, yollandı. Əyləndi. Əylənmək, əyləndi. Aldandı. Aldanmaq. Bir də dinləndi. Dildən dinlənmək. Dinləndi. Deməli oldu B variantı. Gözləmirik sözünün tərkibində işlənmişdir. Sözün kökü göz, gözdən gözləmək, gözləm M təkcə bir qrammatik şəkilçi, ir qrammatik şəkilçi, ik qrammatik şəkilçi. Baxın. İndi deyirsiniz ki, müəllimə bunu niyə təkcə qrammatik şəkilçi götürdü? Yadınızda saxlayın. Bu mamə şəkilçisidir. Baxın. Mamə şəkilçisidir. Mamə şəkilçisi, inkarlıq şəkilçisidir. Niyə bu A-sını itirib? Çünki özündən sonra saitlə başlanan şəkilçi gəlib. Bu saitlə başlamış şəkilçi gəlmək bu o demək deyil ki, mən ona aparacam bu indiki zaman şəkilçisinin, yəni saitlə başlayan şəkilçinin içərisinə daxil ola. A-sını itirməsinə baxmayaq, özü də bu bir qrammatik şəkilçidir, yəni inkarlıq şəkilçisidir. Ona görə mən bu hallar ən çox bir qeyri-qəti gələcək zamanda baş verir, yəni arda, arla olanda yazmaram. Bir də indiki zaman şəkilçisində baş verir. Hər iki şəkilçi qarşınıza çıxanda bilin ki, ayrı-ayrı, fərqli-fərqli şəkilçilərdir. Onda götürəcəksiniz. Məsələn, tutalım bu formada deyil, həm bu formada götürəcəksiniz. Sonra yazmaram, tutalım, yazmaram. M-nı bir götürürsünüz, arıda bir götürürsünüz. Yadınızda qalsın. Deməli, burada oldu 3 qrammatik, 1 leksik. 3 qrammatik nə idi?
Hədə 3 qrammatik bir leksik. Elə Y variantı. 52-də nə deyir? 52-də deyir ki, qazancımızdandır. Qazancımızdandır sözünün tərkibinə görə. Sözün kökü qazanmaqdan qazanc, qazancımız, qazancımızdandır. 3 dənə qrammatik A variantı. İşlədilmişdir. Sözün kökü işdən, işləmək, işlətmək, işlədilməkmiş. Keçmiş zamandır, dur da şəxs xəbərlik şəkilçisidir. Deməli oldu nə? 3 leksik, 2 qrammatik D variantı. Sonra çöküntülərdir. Çökməkdən çökünmə ifadəmiz yoxdur. Intı, intı, untun 4 variantlı şəkilçidir. Çöküntü, çökün. Çünki çökün sözümüz yoxdur. Ona görə bütöv götürür. In var hətta amonim şəkilçidir. Yerinə görə leksik şəkilçi olur, yerinə görə qrammatik şəkilçi olur. Sadəcə burada çökün ifadəmiz olmadığına görə bütövlükdə intı, intı, untu ayrı bir başqa şəkilçimiz var. Feildən isim yaradan şəkilçidir. Çöküntü, çöküntülər, çöküntülərdir. Deməli oldu 1 leksik, 2 qrammatik. 54-də D variantı. Qırıntılardır. Sözün kökü qırdan, qırıntı, qırıntılardır. Oldu 1 leksik, 2 qrammatik. Bu da oldu 1 leksik, 2 qrammatik, 55-də Y. 56-ya baxırıq. 56-ya baxırıq. Ucaldarıq. Ucadan, ucalmaq, sonra ucaltmaq, ucaltmaq, ucaldarıq, ucaldar, bir də ucaldarıq. Deməli oldu 2 leksik, 2 qrammatik şəkilçi, bu da oldu A variantı. Sonra təklənmişik. Sözün kökü tək, təkdən təkləmək, təklənmək, təklənmişik. Oldu B variantı. Sonra tərkibi kök, 2 leksik, 2 qrammatik şəkilçidən ibarət olan sözləri göstərin. Düşüncəlidirlər. Düşünməkdən, düşün daha. Bəzən uşaqlar bunu düş kimi düşünür. Düşün, düşünmək, düşüncə, düşüncəlidirlər. Sonra tullandıq. Sözün kökü tulla, tulladan da tullanmaq, tullandı, tullandıq. Sonra qərargahdakı, qərar sözün köküdür. Qərargah, qərargahdakı, yadınızda saxlayın, dakidəki şəkilçisi hər zaman leksik şəkilçi kimi götürülür. Bir də kökü. Sonra möhkəmləndirilər. Sözün kökü möhkəm, möhkəmləmək ifadəmiz olmadan möhkəmlənmək, möhkəmləndirmək, möhkəmləndirdi. Zaman şəkilçisi, möhkəmləndirdilər, qrammatik şəkilçi. Sonra çalışqandırlar. Çalışmaqdan, çalışqandırlar. Deməli, məndən istəyir ki, 2 leksik, 2 qrammatik olsun. Bu da oldu 1 və 4. Elə D variantı. Sonra dərinlikdədir. Sözün kökü dərin, dərindən dərinlik, dərinlikdədir. Bu da oldu 1 leksik, 2 qrammatik. 1 leksik, 2 qrammatik A variantı. 60-da nə deyir? Qəhərlənmişdir. Sözün kökü qəhər, qəhərləmək ifadəmiz olmadığına görə. Qəhərlənmək, qəhərlənmişdir. Oldu 1 leksik, 1 qrammatik. Talanmışdır. Tala sözün kökü, taladan talanmaq, talanmışdır. Oldu 1 leksik, 2 qrammatik. Bu da oldu D variantı. Tərkibi kök, 2 leksik sxeminə uyğun olan sifətləri müəyyən edin. Sifətlərdən söhbət gedirsə, baxaq da burada. Deməli, qaldırıcı. Qaldırmaqdan, qaldırıcı. Nə? Məndən sifət istəyir. Birlər getdi. İstəkli.
İstəməkdən istək, nə? İstəkli. Deməli, iki leksik istəyirsə, sifət istəyirsə, birini bunu götürək. Sonra vurğunluq, vurmaqdan vurğun, vurğunluq. Burada sifətdən isim düzəlib. Üçü də belə getdi. Gülməkdən gülünc, gülməkdən gülünc. Sonra burada feildən sifət yaradıb, amma bir leksik şəkilçi var. Yanıqlı, yanmaqdan, yanmaq. Yanmaqdan, yanıq, yanıqlı. Oldu nə? 2 və 5 A variantı. Unutqanlığımızdandır. Sözünün tərkibində işlənmişdir. Unut, unutdan unutqan, unutqanlığımızdandır. Oldu nə? 2 leksik, 3 qrammatik. 2 leksik, 3 qrammatik E variantı. Yüksəlişimizdə, yüksəlişimizdə, yüksəl, sözün kökü yüksəlmək, yüksəliş, yüksəlişimizdə. Deməli oldu 1 leksik, 2 qrammatik. 64-də B variantı. 65-ə baxaq. Böyüdüldü sözünün tərkibində işlənmişdir. Böyük sözün kökü, böyüdən böyütmək, böyüdülmək, bir də böyüdüldü. Böyüdülmək, böyüdüldü. Bir leksik, 2 qrammatik şəkil. E variantı. Sxeminə uyğun feillər, deməli kök, 2 leksik, 2 qrammatik. Sxeminə uyğun feilləri göstər. Feilləri gəldi. Oxunulmamış. Oxudan, oxunmaq, oxunulmaq, oxunulmamış. Bütövlükdə götürülür. Çünki feili bağlamanın şəkilçidir. Deməli, məndən 2 qrammatik istəyirsə, silməkdən sildirmək, sildirilməmiş. Yox, bu uyğun gəlmir. Çünki burada silməkdən sildirmək, sildirilməmiş. 2 qram leksik şəkilçi lazımdır mənə. İşıqlandırmışdır. İşıq, işıqdan işıqlamaq ifadəmiz olmadan işıqlanmaq. Burada da bir dənə leksik şəkilçi var. Heç baxmağa dəyməz. Qanatlanmışdır. Qanat sözün kökü, qanatlanmaq. Burada bir dənə leksik şəkilçi var. Salamlaşmışdır. Salamdan, salamlamaq, salamlaşmaq, salamlaşmışdır. Sonra təmizlənmişdir. Təmizdən, təmizləmək, təmizlənmək, təmizlənmişdir. Sonra ruhlandırmışdır. Ruh sözün kökü, ruhlamaq ifadəmiz olmadan ruhlanmaq, ruhlandırmaqmışdır qrammatik şəkilçi. Deməli 67-də nə deyir mənə? Deyir ki, bağlantıdan sözünün tərkibində işlənmişdir. Sözün kökü bağ, bağdan bağlamaq, bağlamaq, bağlanmaq, bağlantı, bir də bağlantıdan. Oldu 3 leksik, 1 qrammatik şəkilçi A variantı. 68-də sözlərdən hansının tərkibinə görə təhlilində səhvə yol vermişdir? Deməli, izlədik. Deməli, iz sözün kökü izləmək, izlədi, izlədik. Bu düzdür. 1 leksik, 2 qrammatik. Üzüntü həmçinin düzdür. Sonra qopardılmışdır. Qopmaqdan qoparmaq. Artıq burada qoparmaq olmalıydı. 3 leksik, 2 qrammatik. 68-də doğru variant C variantıdır. 69-da deyir ki, kök 2 leksik, 1 qrammatik sxeminə uyğun gələn söz sırası. Qaldırıcılar, qaldır sözün kökü, qaldırıcı, qaldırıcılar, 1 leksik, 1 qrammatik şəkilçi də digərlərinə baxmağa ehtiyac yoxdur. Vaxt ikisidir. Çoxdan ki, sözün kökü çox, çoxdan, sonra saydan zərf yaradan şəkilçi, dandən, özü amonim şəkilçidir. Çox, çoxdan, çoxdankılar, əsəbləşdi. Əsəb sözün kökü əsəbdən
əsəbi, əsəbiləşmək, əsəbiləşdi, dönüklüyü, dönməkdən dönük, dönüklük, dönüklük. Elə 69-da doğru variant olacaq B variantı. Sonra digərə baxaq 70-ə. 70-də nə deyir? Deyir ki, kök, 2 leksik, 2 qrammatik, şəkilçili feilləri müəyyənləşdir. Deməli, dəyişdik. Dəyiş sözün kökü, dəyişdi, dəyişdik. Burada heç leksik şəkilçi yoxdur. Tikdirdim, tikməkdən tikdirmək, tikdirdi, tikdirdim. Burada da 1 leksik, 2 qrammatikdir. Sonra güldürdüm. Gülməkdən güldürmək, güldürtmək, güldürdü, güldürdüm. Danışdırıldım. Danış sözün kökü, danışdırmaq, danışdırılmaq, danışdırıldı, danışdırıldım. Deməli, bu da oldu 2 leksik, 2 qrammatik. Qaçırdıq. Sözün kökü qaçmaqdan qaçırmaq, qaçırtmaq, qaçırtdı. Keçmiş zamanda qıda şəxs oldu. Doğru variant oldu. 70-də C variantı. Deməli, 71-ə baxaq. 71-də nə deyir? Deyir, açıqcasına sözündə yalnız 2 leksik şəkilçi işləndiyini nəzərə alaraq doğru fikri müəyyən edin. İlk öncə təhlili açıdan açıq, açıqcasına zərfcəldən şəkilçi. Tərkibinə görə kök 2 leksik 2 qrammatik şəkilçi kimidir? Səhvdir. Kökü və düzəldiyi nitq hissəsi bir-biri ilə sinonimdir. Kökü bunun açmaq feildir, düzəldiyi nitq hissəsi isə açıq, sifətdir. Bu səhvdir. Kök və yarandığı söz fərqli nitq hissələrdir. Bəli, bayaq qeyd etdim. Kökü feildir. Yarandığı nitq hissəsi isə bizdən hansı nitq hissəsindən yaranıb dedikdə sonuncu leksik şəkilçidən önə baxırıq. Burada 2 leksik şəkilçi olduğuna görə ikinci leksik şəkilçinin önünə baxırıq. Yəni açıq sözünü. Açıq sözü də sifətdir. Doğru variant ilə olacaq C variantı. Sonra üzlənmişdir sözünü. Üzdən üzləmək, üzlənmək, üzlənmiş, qrammatik, üzlənmişdir, üzlənmiş, üzlənmişdir. Deməli, doğru fikri soruşursa, elə tərkibinə görə 2 leksik, 2 qrammatik şəkilçi var, doğru variant A variantı. Hansı cərgədə hər iki antonim söz tərkibinə görə kök və 1 leksik sxeminə uyğundur? Tərəqqi sadə sözdür. Mənə deyir ki, hər iki söz tərəqqi, tənəzzül. Bu bir kökdən ibarətdir, tərəqqi. Sonra bunu belə eləyək ki, səlqəli olsun. Tərəqqi. Sonra göyçək, bu da sadə sözdür. Sonra keçdi bu da sağlam. Sağlam sözünə baxırıq, sağlam. Sağdan, sağlam. Sonra naxoş. Burada var bir leksik, bir kök. Ancaq ki, fərqlidir təhlilləri. Naxoşda öndən götürülür. Niyə? Çünki alınma şəkilçidir. Aciz, sadədir. Bacardan, bacarıq, bacarıqlı, bu uyğun gəlmir. Ağlağan. Ağla sözün kökü, ağlağan, qan-qən feildən yaranan sifətdir. Güldən də həmçin güləyən oldu Y variantı. Ağlağan, güləyən həm bir-birinin antonimidir, həm də verilən sxemə uyğundur. İzləmirik sözünün tərkibində işlənib. Baxaq görək sözün ki, izdən izləmək, izləmir, izləmir. İndiki zamanda izləmirik. Deməli oldu 1 leksik, 3 qrammatik B variantı. Sonra bildirkilərdən. Bildir sözün köküdür. Bildir ki, bildirkilərdən. 2 leksik, 2 qrammatik şəkilçi. Oldu. Baxaq görək. 2 leksik. Baxım görün burada nəyə səhv etdim mən. Bildirkilərdən. Deməli 2 leksik deyil, axın 1 leksikdir. 1 leksik, 2 qrammatik. Hansı söz birləşməsinin aslı tərəfi, yəni birinci tərəfi kök 2 leksik sxeminə uyğundur? Baxaq görək bir təhlil eləyək. Sənətkarlıq nümunəsi. Sənətdən sənətkar, sənətkarlıq nümunəsi ilə olacaq A variantı. Hansı söz birləşməsinin aslı tərəfi kök 2 leksik sxeminə uyğundur?
Deməli, asıdır. Gözlükdəki ləkələr gözdən, gözlükdəki oldu A variantı. Sonra dəyişdirilmədi feilinin tərkibinə görə düzgün sxemi müəyyən edin. Dəyişmək, sözün kökü dəyişdirmək, dəyişdirilmək, mamə, inkar, düdü də zaman şəkilçi olaraq qrammatik şəkildir. 2 leksik, 2 qrammatik, bu da oldu 78-də D variantı. Deməli, sonra keçdik 79-a. Azaldılmışdır sözünün tərkibində işlənmişdir. Sözün kökü az, azdan azalmaq, sonra azaltmaq, azaldılmaqmışdır. 3 leksik, 2 qrammatik. D variantı. Kütləviləşdirən tərkibinə görə təhlil eləyək. Kütlədən, bunu belə desək. Kütlədən, kütləvi, kütləviləşmək, kütləviləşdirmək, kütləviləşdirən. Nə oldu burada? Deməli, 3 leksik, 2 qrammatik. A variantı deyil. 3 leksik, baxım görüm. 3 leksik, 1 qrammatik, baxın mı? Düzdür. B variantı. Sonra 81-də nə deyir? Deyir ki, kök 2 leksik bir sxeminə, qrammatik sxeminə uyğun olan söz hansıdır? Dostdan, dostluq, umuz, döyüşkənlik, döydən, döyüş, döyüşkən, döyüşkənlik, sonra üzümçülükdən, üzümdən, üzümçülükdən. Elə oldu 81-də doğru variant, C variantı. Sonra çökəklikdən, çökdən. Baxaq görək, çökdən yaranacaq. Çökdən, çökəklikdən. Deməli oldu 2 leksik, 1 qrammatik, D variantı olacaq. Sonra tanışlığımızdan, tanımaqdan, tanışlığımızdan 2 leksik, 2 qrammatik oldu Y variantı. Axtarmaq feili təsdiqdə birinci şəxsin cəmində və keçmiş zamanda işlənsə hansı şəkilçilərdən istifadə olunur? Baxaq görək, məndən deyir, axtar, birinci şəxsin cəmində. Biz axtaraq, belə götürək, biz axtarmışıq. Olacaq, bax, bu formada. Axtarmışıq oldu. Axtardan axtarmış keçmiş zamanda, da şəxs sonluğu. Deməli, zaman işlənər, keçmiş zamanda işlənər hansı şəkilçilərin istifadə olunacaq? Deməli, olacaq 1-dən, bir də 3-dən. 1 və 3, 84-də oldu A variantı. 85-də. Verilmiş sözlərdən biri həm kök 2 leksik 1 qrammatik, həm də kök 2 leksik 2 qrammatik şəkilçinə, sxeminə uyğundur. Ona əsasən, təhlilinə əsasən baxaq görək. Deyir ki, elmdən, elmilik bu uyğun gəlmir. Yazılanda, yazdan, tutalım, yazı, sonra yazılamaq olmadı, bu doğru təhlil eləmədim, bir dəqiqə gözləyim, bunu düzgün təhlil eləyim. Yazılanda, yazıdan, yazılmaq, yazılan feili sifət, bu yazılan da bu uyğun gəlir, amma artıq bu ikisintisinə uyğun gəlməyəcək. Yormaqdan, yorğunluq, burada 2 leksik. Sonra görüşdüm, gördən, görüşmək, görüşdü, keçmiş zamanda, da şəxs sonluğu. Döşəkçəni, deməli döşədən, deməli döşədən, döşək, döşəkçə, döşəkçəni.
döşəkçəni. Bir belə təhlil eləyək. Bir də döşədən döşək, yenə döşək, döşəkçə, sənin döşəkçən, döşəkçəni. Həm mənsubiyyət kimi düşünəcəyik bu n-nı. İni də təsirli halın şəkilçisi kimi. Oldu Y variantı. Tapşırıqların sözünün tərkibinə görə düzgün təhlilini göstər. Düzgün təhlilindən söhbət gedirsə, baxdıq. Tapşırıqların, tapşırıq, tapşırıqlar, tapşırıqların. Oldu nə? Bir leksi, 2 qrammatik. C variantı. Sonra digərinə baxaq 87-də. Yazılmamışsınız. Yazılmamışsınız sözünü təhlil eləyək. Yazdan, yazılmaq, yazılma, inkarda, yazılmamış, sonra sınız. Deməli, nə oldu 87-də? Bir leksik, 3 qrammatik şəkilçi. Yazılmamışsınız. Yazdan, yazmaq, yazılmaq, yazılma, inkar, inkar, sınız. Deməli, oldu bir leksik, 2 qrammatik 87-də C variantı. 88-də yorulmurlar. Yordan, yorulmaq, birinci arıq şəkilçisi, qrammatik şəkilçi olaraq. Sonra indiki zamanlarda yorulmurlar. Oldu 3 qrammatik, 1 leksik. 3 qrammatik, 1 leksik. Oldu 88-də C variantı. Sonra gecikdirmirik sözünün tərkibində, ibarə tərkibində. Tərkibi ibarətdir. Deməli, gecdən, gecikmək, gecikdirmək, inkarlıq şəkilçisi, indiki zaman və ilk şəxs sonluğu. Oldu 2 leksik, 3 qrammatik A variantı. 90-da danışdırmaram sözünün tərkibi ibarətdir. Danış sözün kökü, danışdan danışdırmaq, danışdırmı qrammatik, qrammatik, qeyri-qəti gələcək zaman şəkilçisidir. Həm də şəxs sonluğu. 1 leksik, 3 qrammatik Y variantı. Deməli, 91-də nə deyir? Qovuşdurduq sözünün tərkibində işlənib. Qovuşdurmaq, qovuşdurduq. Oldu nə? 1 leksik, 2 qrammatik. 91-də Y variantı. Kök, 2 leksik, 1 qrammatik sxeminə uyğun gələn sözü müəyyənləşdir. Sözü müəyyənləşdirək, baxaq görək. Təmizləndi. Təmiz sözün kökü, təmizdən təmizləmək, təmizlənmək, təmizləndi. Elə A variantı. Sonra digər tərəfə baxaq. Ayaqlanıbdır sözünün təhlilinə baxaq. Deməli, ayaqdan ayaqlamaq, ayaqlanmaq, keçmiş zamandır da xəbərli şəkilçisi. Deməli, oldu 2 leksik, 2 qrammatik. Soyğunçuluqdan sözünün təhlilinə baxaq. Deməli, soymaqdan soyğun, sonra soyğunçuluqdan oldu ilə A variantı. Kök, 2 leksik, 2 qrammatik şəkilçidən ibarət olan sözü göstər. Üzümdən, üzümlükdən. Məndən 2 leksik şəkilçi deyirsə, burada bir dənə də leksik şəkilçi. Sevinəcəklər, sevməkdən, sərqəli formada eləyək. Deməli, sözün kökü bu. Sevindi, sevdən sevin deyil. Sevinəcəklər. 2 qrammatik şəkilçi. Tikintidəyik. Tikdən, tikinti, tikintidəyik. Bu oldu 1 leksik. 2 qrammatik. İstəklilərimiz. İstəməkdən, istək, istəkli,
imiz. Elə olacaq D variantı. Sonra digər tərəfdən baxaq. Sözlərin birinin tərkibində səhvə yol verilmişdir. Səhvə yol verilənlərə baxaq, görək, bir-bir təhlil eləyək. Oradan bilək. Deməli, örtüyün. Örtdən, örtük, örtüyü, örtüyün. Deməli, burada bir leksik, 2 qrammatik şəkilçi var. Bu düzdür. Bir kökdən, bir leksik, 2 qrammatik. Bu düzdür. Sonra digərini təhlil eləyək. Yoxlatdırdım. Yoxlamaqdan, yoxlatmaq, yoxlatdırmaq, yoxlatdırdı. Keçmiş zaman şəkilçi. 2 leksik, 1 qrammatik. Bu da düzdür. Deməli, yerləşdirildi. Yerdən yerləşmək, yerləşdirmək, yerləşdirilməkdir. 3 leksik, 1 qrammatik. Burada da verib 2. Sonra alınmır. Deməli, alınmır sözünə baxaq. Nəyi soruşur bizdən? Alınmır sözünün 97-də. Alınmır sözünün tərkibi aşağıdakılardan ibarətdir. Baxaq görək. Aldan, alınmaq, alınmır, inkar, qrammatik şəkilçi, yenə bu da indiki zamanın şəkilçisi, yəni zaman şəkilçisi. Bu harda oldu variantı? A variantı. 98-də nədir? Tərkibinə görə bir leksik, 1 qrammatik şəkilçidən ibarət sözü müəyyənləşdir. Gözləyirsiniz. Gözdən, gözləmək, gözləyir. İndiki zamanda gözləyirsiniz. Bu deyil. Çünki 2 leksik, 2 qrammatik, 1 leksik şəkilçisi var. İnatçılsınız. İnatçılsınız. Elə doğru variant olacaq. 98-də B. 99-a bax. Hansı sözün tərkibinə görə kök 2 leksik, 1 qrammatik şəkilçisi olmalıdır? 2 leksik, 1 qrammatik şəkilçi. Çoxdan, çox, çoxdan, çoxdankıdır. Məndən nə istəyir burada? 2 leksik olsun, 1 qrammatiki. Elə olacaq 99-da A variantı. Tərkibi kök, 2 leksik, 2 qrammatik şəkilçidən ibarət sözü müəyyən edin. Müəyyən edək, ağıllanacaqdır. Ağıldan, ağıllanmaq, acaqdır. Mənə də 2 leksik şəkilçisi olsun. Burada bir dənə leksikdir. Vidalaşdıq. Vidadan, vidalaşmaq, vidalaşdı, vidalaşdıq. Bu da uyğun gəlmədi. Halallaşırıq. Halaldan, halallaşmaq, halallaşır. Sonra getdik digər tərəfdən. Deməli, burada da yoxdur. Ağırlaşmışdır. Ağırdan, ağırlaşmaq, ağırlaşmışdır. Sonra hazırlanmışdır. Deməli, hazırdan, hazırlamaq, hazırlanmaqmışdır. Deməli, 100-də oldu Y variantı. 101-ci testə baxaq. Deyir ki, yəhərlənmişdir. Sözünün tərkibində işlənmişdir. Yəhər sözün kökü, yəhərdən yəhərlənmək, yəhərlənməkmişdir. 2 leksik, 2 qrammatik şəkilçi. Bu da oldu elə A variantı. Deməli, 102-də deyir ki, baxmıram. Sözünün tərkibində işlənmişdir. Baxdan, baxdan, bax sözün kökü M, inkarlıq şəkilçisi, indiki zaman şəkilçisi də am şəxs onluğudur. Birinci şəxsin şəxs onluğu. Deməli, oldu nə? 3 qrammatik şəkilçi Y variantı. 103-də deyir ki, hansı sözün tərkibi kök 2 leksik, 1 qrammatik sxeminə uyğundur? Üzümdən, üzümçü, üzümdən, üzümçülər, dilləndilər, dildən, dillənmək, dilləndilər. Sonra həvəskarlar, həvəsdən, həvəskar, həvəskarlar, heyvandarlıq, heyvan, heyvandar, heyvandarlıq da elə D variantı. 104-də nə deyir? Deyir ki, tələbkarlığınızı sözünün tərkibində işlənmişdir. Tələbdən tələbkar, tələbkarlıq, tələbkarlığınızı. Oldu necə? 2 leksik, 2 qrammatik şəkilçi. Bu da olacaq 2 leksik, 2 qrammatik D variantı. Çalışarsınız.
Çalışmaktan çalışarsınız. Oldu bir köy 2 qrammatik şəkilçidən ibarət. Ar, qeyri qət gələcək zaman şəkilçisi, sınız, siniz, sünüz də şəxs olmalı. 2 qrammatik şəkilçi D variantı. Başladıq. Başdan, başlamaq, başladı, başladıq. Bir leksik deməli, bir leksik, 2 qrammatik Y variantı. Kök 2 leksik, 1 qrammatik şəkilçidən ibarət olan sözü müəyyənləşdir. Seçkilərdən, seçdən, seçki, seçki, seçkilər, seçkilərdən. Mənə 2 leksik deyirsə, burada 1 leksikdir. Yorğunluğun, yormaqdan yorğun, yorğunluq, yorğunluğun. Olduğu ilə B variantı 107-də. 108-ə baxaq. Deyir ki, dağılışdıq sözünün tərkibində işlənmişdir. Dağılmaq. Bax, bunu çox zaman uşaqlar kökünü dağ götürürlər. Ha. Dağdan incə bir şey dağıla bilər ki, bu dağıl sözün kökündən ibarətdir. Sadə sözdür, dağıl. Dağıl, dağıldan dağılışmaq, dağılışdı, dağılışdıq. Oldu nə? Bir kök, bir leksik, şəkilçi 2 qrammatik. Bir leksik, şəkilçi 2 qrammatik. 108-də oldu C variantı.